edirik. Bugünkü könüllülük təlimi mənə çox şey qazandırdı. Mən bundan sonra öz könüllülük fəaliyyətimi daha da inkişaf etdirməyi düşünürəm və həmçinin Aslan müəllimin bizə öz könüllülük fəaliyyətindən danışması bizə daha da stimul verdi. Təlimdən sonra mən gələcəkdə daha da yüksəkdə və zirvələrdə olacağıma inandım və bunun üçün rəhbərliyə öz xüsusi təşəkkürümü bildirirəm. Bugünkü təlim haqqında onu deyə bilərəm ki, könüllüyə və könüllülərə verilən dəyərin daha yaxından bir daha şahid oldu. Könüllüyə olan marağımız daha da artdı. Çox maarifləndirici bir təlimdir. Təlim mənə çox şey qazandırdı. Gələcək həyatımda çoxlu planlar qurub onlara məqsəd yönlü yanaşmağıma işıq verdi. Bugünkü könüllülük tədbirindən onu öyrəndim ki, insana qalan yeganə şey fərdi inkişafdır və insan inkişafın ardınca getməlidir və daima inkişaf dalınca olmalıdır. Aslan müəllimə təşəkkür edirəm ki, bugünkü öz həyatındakı təcrübələrindən bizə motivasiya verdi. Ona görə dediyim kimi xüsusi təşəkkür bildirirəm Aslan müəllimə. Təlimdə iştirak etməyim mənim üçün sevindirici bir hal oldu. Çünki təlimdə danışılanlar mənim əvvəllər olan məlumatımın üzərinə daha da gəldi və motivasiyam daha da artdı.